Hörmətli qonaqlar, əziz konferans iştirakçıları, tədbirimizə qoşulduğunuz üçün sizə təşəkkür edirəm. Konferans Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi bazanı genişləndirir və dünya ictimaiyyətinin Qərbi Azərbaycan probleminə fokuslanmasını təmin edir. Bugünkü möhtəşəm konferans bizim qayıdışımızın addım səslərinin çox yaxından gəldiyini sübut edir. Möhtəşəm bir konferansdır. Qərbi Azərbaycan icmasının təşkil elədiyi bu konferans Azərbaycan-Ermənistan arasındakı sülhə xidmət edəcək. Üçüncü konferans Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı olan ümidlərin doğrulacaq. Mənə elə gəlir ki, Qərbi Azərbaycan məsələsi bugün təkcə Qərbi Azərbaycanlıların deyil, bütün dünyanın məsələsinə çevrilir və ora gedən yollar bizim hər birimizin ürəyindən keçməlidir. Artıq beynəlxalq aləm də bu Qərbi Azərbaycanın zəngin mədəni irsini tanımalı və bu irsi yaradan onun əsas sahibini tanımalıdır. Bugünkü konferansın ən böyük əhəmiyyəti Azərbaycan həqiqətlərini, Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Üçüncü beynəlxalq konferansın böyük əhəmiyyəti vardır və bunu xüsusi qiymətləndirirəm. Konferansın Qərbi Azərbaycan məsələsini təşkil verəcək düşüncəsinə. Qərbi Azərbaycanlıların öz ata-baba yurduna sülh şəraitində, təhlükəsiz şəraitdə qayıtmasına hesab edirəm ki, bu konferans dəyərli bir töhfə olacaq. Biz qayıdacağıq o torpaqlara, öz evimizi görəcəyik.